Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə kiçik toy üçün belə plitka şokoladları bəzəyəcəyik. Burada mən çoxsunu bəzəmişəm, vaxt çox getməsin deyə. Yəni bəzədim. Bax, budur belə qaşla, güllə, göz muncuğuyla belə bantik, katla, gül. Bax, budur belə kandımızı belə bantik düzəldirik. Belə nazik lentimiz var. Belə balaca qaşlarımız var. Yəni qaşda düzəcəyik. Budur. Belə plitka şokoladlarımız var. Belə bir kleylə bəzəyirik. İndi başlayaq necə bəzədiyimizi görək. Budur. Balaca güllər. Budur bantikimizi bax belə hazırlayırıq. Budur. İndi siz necə bilirsiniz, elə edə bilərsiniz bantiklərinizi. Yəni mən belə bilirəm, belə də hazırlayıram. Belə. Bunu da belə birinci gülümüzü yapışdırırıq. Budur belə. Üstündən kley və bantikimizi yapışdırırıq. Budur belə. Və göz muncuğumuzu kley bura yaxırıq. Budur, bunu da belə yapışdırırıq. Belə bir gözəllik alınır. İstəsəniz şokoladınızın üzərinə kantda yapışdırıb göz muncuğu ya gül belə edə bilərsiniz. İndi başlayaq qaşdan olanı hazırlayaq. Budur, bax belə. Gülümüzü yapışdırırıq. Hazırladığımız bantiklərin birini götürürük. Bax belə yapışdırırıq yenə kleyin üzərinə. Balaca qaşımızın yenə kleyi yapışdırırıq burasına, arxa hissəsinə. Və bunu bantikin ortasına, orta hissəsinə yapışdırırıq. Budur belə. Bütün şokoladlarımızı eləcə bəzəyəcəyik. Kiçik toy üçün olan plitka şokoladlarımızı bəzədik. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın.